Qoç. Marsın dinamik enerjisi daxilinizdəki rəqabət hissini alovlandıraraq sizi karyera pilləkənlərində sürətlə irəli aparacaq. İş mühitində rəhbərliyin diqqətini çəkmək və yeni layihələrin liderliyini üzərinə götürmək üçün qarşınızda heç bir maneə yoxdur. Yarımçıq qalmış, tozlu rəflərdə unudulmuş işləri yekunlaşdırmaq özünüzə olan peşəkar inamı yenidən bərpa edəcək. Maliyyə baxımından gözlənilməz bir xərc çıxsa da, strateji manevrlərlə büdcənizi qorumağı bacaracaqsınız. Şəxsi münasibətlərdə partnyorunuzun emosional ehtiyaclarına qarşı daha həssas davranmaq yarana biləcək gərginliyin qarşısını əvvəlcədən alar. Sevdiyiniz insanın sizdən gözlədiyi yeganə şey bahalı hədiyyələr deyil, sadəcə səmimi şəkildə ayrılmış zamandır. Daxili hüzurunuzu qorumaq üçün qısa meditasiya və ya meşə gəzintisi zehninizi gərəksiz yüklərdən təmizləyəcək. Sosial çevrənizdə yeni tanışlıqlar gələcək karyeranız üçün gözlənilməz və çox gərəkli qapılar aça bilər. Köhnə bir dostdan alacağınız xəbər keçmişdəki bəzi mürəkkəb düyünləri açmağa və sizi rahatlatmağa kömək edəcək. İmzalayacağınız hər hansı bir sənəddə xırda hərflərlə yazılmış detallara mütləq şəkildə diqqət yetirməlisiniz. Riskli investisiya təkliflərindən uzaq durmaq bu dövrdə atacağınız ən ağıllı addım kimi qiymətləndirilə bilər. Yaxın dostlarınızla planlaşdırdığınız qeyri-rəsmi görüş sizə itirilmiş motivasiyanı artıqlaması ilə geri qaytaracaq. Özünüzü sübut etmək üçün hər kəslə mübarizə aparmağa ehtiyac yoxdur, icra etdiyiniz işlərin keyfiyyəti onsuz da hər şey deyir. Sağlamlığınızda baş ağrılarına qarşı gün ərzində su balansına və yuxu rejiminə xüsusi diqqət yetirməlisiniz. Həyatınızdakı xaotik məqamları qaydaya salmaq üçün planlı hərəkət etmək və siyahılarla işləmək vacibdir. Kiminsə məsləhətinə kör-körənə qulaq asmazdan əvvəl öz güclü instinktlərinizi dinləmək sizi səhvlərdən qoruyacaq. Axşam saatlarında elmi mütaliə və ya intellektual sənədli filmlər izləmək zehninizi gərəksiz gündəlik qayğılardan uzaqlaşdıracaq. Maddi məsələlərdə borc vermək və ya böyük məbləğdə kredit götürmək üçün qətiyyən əlverişli vaxt deyil. Uğurunuzun gizli sirri ən çətin anlarda belə göstərdiyiniz səbrli və təmkinli davranışlarınızda gizlənir. Həyatın sizə təqdim etdiyi şansları cəsarətlə dəyərləndirin, çünki ulduzlar sizin tərəfinizdədir. Buğa. Sabitlik və maddi rahatlıq axtarışınız bu dövrdə bütün qərarlarınızın əsas hərəkətverici qüvvəsinə çevriləcək. Ofis daxilində yaranan kiçik intriqalardan uzaq durmaq peşəkar nüfuzunuzu qorumağın və enerjinizi saxlamanın tək yoludur. Peşəkar fəaliyyətinizdə tətbiq edəcəyiniz yeni və fərqli metodlar məhsuldarlığınızı gözlədiyinizdən də çox artıracaq. Cibinizdəki pulları idarə edərkən emosional anlarda verilən alış-veriş qərarlarından qaçmağa xüsusi səy göstərin. Sevdiyiniz insanla gələcək planlar, ev və ya köçmə barədə ciddi söhbət etmək üçün çox münasib bir zəmin yaranır. Romantik münasibətlərdə haqlı olduğunuzu sübut etmək üçün inadkarlıq etmək əvəzinə kompromisə getmək bağlarınızı daha da möhkəmləndirər. Yaradıcılıq qabiliyyətinizin pik həddə olması köhnə bir hobbinizi gəlirli biznes sahəsinə çevirmək üçün stimul verə bilər. Stressdən uzaq durmaq və daxili balansınızı tapmaq üçün təbiətlə birbaşa təmasda olmaq ruhunuza çox ehtiyac duyduğu sakitliyi gətirəcək. Ətrafınızdakı insanların problemlərini səbrlə dinləmək sizə həyatın fərqli və öyrədici perspektivlərini qazandıracaq. Gözlənilməz bir iş təklifi və ya əməkdaşlıq müraciəti mövcud maddi vəziyyətinizi kökündən yaxşıya doğru dəyişmək gücünə malikdir. Müdiriyyətlə maaş və ya vəzifə artımı barədə danışıqlarda arqumentlərinizi konkret və təksib edilməz faktlara əsaslandırın. Maddi qazancların stimullaşdırılması üçün yeni və perspektivli tərəfdaşlıqlara hər deməyin əsl vaxtıdır. Şəxsi sərhədlərinizi aşmağa çalışan insanlara qarşı qətiyyətli olmaq başqalarının sizi istismar etməsinin qarşısını alar. Dostlarınızla bir araya gəlib səmimi süfrə arxasında əyləşmək köhnə xatirələri canlandıracaq və gərginliyinizi minimuma endirəcək. Yemək vərdişlərinizdə edəcəyiniz kiçik, lakin faydalı dəyişikliklər bədən enerjinizi qısa zamanda bərpa etməyə kömək edəcək. Ev daxilində planlaşdırdığınız təmiri və ya böyük dizayn dəyişikliyini bir neçə gün təxirə salmaq daha məqsədə uyğun görünür. Özünüzə olan yüksək tələbkarlıq hissini biraz azaldın və unutmayın ki, hər şeyi hər zaman mükəmməl etmək məcburiyyətində deyilsiniz. Əkizlər. Ünsiyyət bacarığınızın və natiqlik qabiliyyətinizin zirvədə olması bugün ən bağlı qapıları belə asanlıqla açacaq. İş yoldaşlarınızla ideya mübadiləsi apararkən təklif etdiyiniz orijinal həll yolları rəhbərliyin diqqətindən yayınmayacaq. Karyera pilləkənlərində daha sürətlə irəliləmək üçün lazım olan informasiya və xəbər axını bu gündən etibarən kəskin sürətlənir.
Pul vəsaitlərinin idarə olunmasında və investisiya qərarlarında müasir rəqəmsal tətbiqlərdən və ya mütəxəssis məsləhətindən yararlanın. Şəxsi münasibətlərdə yarana biləcək qeyri-müəyyənliklərdən qaçmaq üçün qarşı tərəflə dürüst və açıq danışmaq ən doğru yoldur. Tək yaşayan əkizlər üçün intellektual səviyyəsi yüksək olan yeni bir şəxslə maraqlı bir tanışlıq ehtimalı olduqca böyükdür. Psixoloji olaraq özünüzü həddindən artıq enerjili hiss etsəniz də, fikirlərinizin müxtəlif istiqamətlərə dağılmasına qətiyyən icazə verməyin. Eyni anda bir neçə mürəkkəb işlə məşğul olmaq diqqət dağınıqlığına və sənədlərdə xırda, lakin can sıxan səhvlərə yol aça bilər. Sosial şəbəkələrdə keçirdiyiniz vaxtı kəskin şəkildə məhdudlaşdıraraq diqqətinizi real həyatdakı imkanlara və insanlara fokuslayın. Gözlənilməz bir qısa müddətli səfər planı gündəlik darıxdırıcı rutininizi rəngləndirəcək və sizə yeni üfüqlər vəd edəcək. Təsadüfən eşidəcəyiniz bir məlumat yaxın çevrənizdəki bəzi insanlara qarşı daha ehtiyatlı və məsafəli olmağınıza səbəb ola bilər. Maddi sıxıntıların və ya köhnə borcların həlli üçün ailə böyüklərinin və yaxınların dəstəyi gecikmədən gələcəkdir. Öyrənməyə olan bitmək bilməyən həvəsiniz sizi yeni bir xarici dil kursuna və ya peşəkar təlimə yazılmağa sövq edə bilər. Ətrafda dolaşan şayələrə kör-körənə inanmaq əvəzinə hər bir həqiqəti birbaşa ilkin mənbəyindən öyrənməyə səy göstərin. İmmunitet sistemini möhkəmləndirmək üçün vitamin qəbuluna, təmiz havaya və sağlam qidalanma rejiminə xüsusi üstünlük verin. Köhnə və unudulmuş bir layihənin yenidən aktuallaşması maddi gəlirlərinizi ciddi şəkildə stimullaşdıra və yeni imkanlar yarada bilər. Rəqiblərinizin və ya sizi sevməyənlərin gələcək addımlarını əvvəlcədən duymaq sizə strateji cəhətdən böyük üstünlük qazandıracaq. Xərçəng. Həssaslığınızın artdığı bu dövrdə iş mühitindəki gərginliklərdən uzaq durmaq ən doğru strategiyadır. Kollektiv daxilində yaranan fikir ayrılıqlarında tərəf tutmaq əvəzinə müşahidəçi mövqeyində qalmağınız nüfuzunuzu qoruyacaq. Karyeranızda uzun müddətdir gözlədiyiniz bir xəbər rəsmi instansiyalardan gələ bilər. Maddi məsələlərdə qənaət rejiminə keçmək gələcək aylar üçün sizə böyük rahatlıq bəxş edəcək. Evinizdə və ya ofisinizdə olan köhnə əşyalardan qurtulmaq enerjinizi yeniləmək üçün əla fürsətdir. Sevgi münasibətlərində keçmişdəki inciklikləri yenidən gündəmə gətirmək indiki harmoniyanı poza bilər. Partnyorunuzun sizə qarşı olan səmimi etiraflarını diqqətlə dinləyin və mühakimə etməkdən qaçın. Özünüzü emosional olaraq yorğun hiss etdiyiniz anlarda suyun sakitləşdirici gücündən yararlanın. Ailə daxilindəki məsuliyyətlərin bölüşdürülməsi çiyinlərinizdəki yükü xeyli azaldacaq. Gözlənilməz bir qonaq və ya qəfil gələn təklif planlarınızı müvəqqəti dəyişməyə məcbur edə bilər. Sənədlərlə bağlı işlərdə imza atmadan öncə mütləq hüquqi məsləhət almağınız tövsiyə olunur. Dostlarınızın dərdi ilə çox yüklənmək öz psixoloji durumunuza mənfi təsir göstərə bilər. Daxili səsinizi dinləmək sizi yanlış investisiya qərarlarından uyardacaq. Sağlamlıq baxımından mədə-bağırsaq sisteminə qarşı daha diqqətli olmalısınız. Kimsənin sizin xoşniyyətliliyinizdən istifadə etməsinə icazə verməyən sərhədlər qoyun. Axşam saatlarını daha çox mənəvi inkişafa və ya dincəlməyə həsr etmək faydalıdır. Təbiətlə və ya torpaqla məşğul olmaq yığılmış mənfi enerjini atmağa kömək edər. Maddi mənfəət güdən yeni tanışlıqlara qarşı ehtiyatlı davranmaq lazımdır. Həyatın sizə təqdim etdiyi kiçik sürprizləri görməyə və dəyərləndirməyə çalışın. Özünüzə olan inamınızı hər hansı bir uğursuzluğa görə sarsıtmayın. Uğurunuzun açarı həm mərhəmətli, həm də prinsipial olmağınızda gizlənir. Şiir. Liderlik xüsusiyyətlərinizin parladığı bir dönəmdə rəhbər vəzifələr üçün şansınız kəskin şəkildə artır. İş yerində təklif edəcəyiniz innovativ ideyalar rəqiblərinizi xeyli geridə qoymağa imkan verəcək. Peşəkar həyatınızda əldə etdiyiniz uğurların maddi qarşılığını almaq üçün danışıqlar apara bilərsiniz. Pul xərcləyərkən lüksə olan meylinizi bir az cilovlamaq büdcə balansınızı qoruyacaq. Şəxsi həyatınızda qarşı tərəfin diqqətini cəlb etmək üçün təbii və səmimi olmağınız kifayətdir. Uzun müddətdir davam edən soyuqluq varsa, ilk addımı atmaq sizin alicənablığınızın göstəricisi olar. Sosial statusunuzun yüksəlməsi ilə əlaqədar yeni və nüfuzlu çevrələrə daxil olma ehtimalınız var. Özünüzü enerjili və hər şeyə qadir hiss etməyiniz motivasiyanızı ən yüksək həddə çatdıracaq. Lakin təkəbbürlü görünməmək üçün ətrafınızdakiların əməyini qiymətləndirməyi unutmayın. Gözlənilməz bir səyahət və ya ezamiyyət perspektivli iş müqavilələrinə zəmin yarada bilər. Sağlamlıq sahəsində ürək-damar sisteminə və həddindən artıq fiziki yüklənməyə diqqət etməlisiniz.
Hobbilərinizə zaman ayırmaq sizi gündəlik monotonluqdan xilas edəcək ən yaxşı vasitədir. Yaradıcı layihələrdə iştirak etmək potensialınızı tam üzə çıxarmağa şərait yaradacaq. Ətrafdakıların tənqidlərinə qarşı daha dözümlü olun və onlardan dərs çıxarmağa çalışın. Maddi risklərə girməzdən əvvəl bütün mənfi ehtimalları təkrar hesablayın. Sevdiyiniz insanların uğurları ilə fəxr etmək sizə müsbət vibrasiyalar qazandıracaq. Günorta saatlarında vacib görüşləri təyin etmək daha səmərəli nəticələr verər. İctimaiyyət qarşısında çıxış etmək üçün natiqlik bacarığınızdan maksimum istifadə edin. Texnoloji yenilikləri iş prosesinə inteqrasiya etmək zamanınıza qənaət edəcək. Həyatdan zövq almaq üçün hər zaman bir bəhanə tapmaq sizin fitri qabiliyyətinizdir. Özünüzü və əməyinizi sevin, çünki bu, başqalarının da sizə olan münasibətini müəyyən edir. Qız, analitik zəkanızın zirvədə olduğu bu vaxtda mürəkkəb iş tapşırıqlarını asanlıqla həll edəcəksiniz. Detallara olan aşırı diqqətiniz sayəsində işdəki ciddi bir xətanın qarşısını almağınız mümkün olacaq. Karyera inkişafınız üçün lazım olan yeni bacarıqlar mənimsəmək vaxtıdır. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün əlavə gəlir mənbələri axtarışı müsbət nəticə verə bilər. Alış-veriş edərkən keyfiyyət və qiymət balansını qorumaq bacarığınız bu dəfə də köməyinizə çatacaq. Münasibətlərdə hər şeyi məntiqlə izah etməyə çalışmaq bəzən emosional bağı zəiflədə bilər. Sevdiyiniz insana qarşı daha az tənqidi, daha çox dəstəkləyici olmağa çalışın. Psixoloji olaraq nizam-intizam axtarışınız sizi ətrafdakılar üçün biraz yorucu edə bilər. Özünüzə qarşı olan sərt tələblərinizi biraz yumşaldın və səhvlərin də həyatın bir parçası olduğunu qəbul edin. Sosial əlaqələrinizdə dürüstlük və şəffaflıq prinsiplərinə sadiq qalmağınız sizə olan hörməti artırır. Gözlənilməz texniki nasazlıqlar planlarınızı bir qədər ləngidə bilər, odur ki, ehtiyat variantınız olsun. Sağlamlığınızda onurğa və bel nahiyəsindəki gərginliyi azaltmaq üçün yüngül idman hərəkətləri edin. Köhnə bir borcun qaytarılması və ya unudulmuş bir pulun tapılması əhvalınızı yüksəldəcək. İş yoldaşlarınızla münasibətlərdə sərhədi qorumaq professional imiciniz üçün vacibdir. Yeni tanış olduğunuz insanlara dərhal bütün sirlərinizi açmaqdan çəkinin. Günün ikinci yarısında təkliyə çəkilmək və gələcək həftəni planlaşdırmaq sizə rahatlıq verəcək. Dəqiqlik tələb edən rəsmi işlərdə hər bir bəndi 2 dəfə oxumağınız xəta riskini sıfıra endirər. Evdəki nizam-intizam daxili dünyanızın aynasıdır, odur ki, mühitinizi təmiz saxlayın. Kiminsə haqsızlığına qarşı susmamaq, lakin bunu nəzakətlə bildirmək lazımdır. Həyatın təkcə işdən ibarət olmadığını xatırlayaraq özünüzə kiçik bir istirahət hədiyyə edin. Hər addımınızda göstərdiyiniz təmkin sizi hədəfə doğru daha inamlı aparacaq. Tərəzi, daxili tarazlığınızı qorumaq üçün ətrafınızdakı xaotik enerjilərdən izolyasiya olunmağınız vacibdir. İş mühitində ədalət tərəfdarı olmağınız bəzi həmkarlarınızla aranızda soyuqluq yaratsa da rəhbərliyin gözündə etibarınızı artıracaq. Diplomatik bacarıqlarınız sayəsində ən gərgin danışıqlardan belə qalib tərəf kimi çıxa bilərsiniz. Maddi məsələlərdə estetik zövqünüzə xidmət edən bəzi xərclər büdcənizi bir qədər çətinliyə sala bilər. Sevgi həyatınızda qarşı tərəfin sizdən gözlədiyi tək şey qərarlılıq və netlikdir. Münasibətlərdə hər iki tərəfi razı salmağa çalışarkən öz istəklərinizi arxa plana atmamağa diqqət edin. Psixoloji olaraq incəsənətlə və ya musiqi ilə məşğul olmaq ruhunuzun ehtiyac duyduğu hüzuru təmin edəcək. Sosial həyatınızda köhnə bir dostunuzun verəcəyi məsləhət hazırki probleminizin gözlənilməz həlli ola bilər. Gözlənilməz bir dəvət və ya tədbir iştirakı yeni perspektivlər qazanmağınıza vəsilə olacaq. Ortaqlı layihələrdə pay bölgüsünə və vəzifə öhdəliklərinə bir daha nəzər salmaqda fayda var. Sağlamlıq baxımından böyrəklərinizə və bel nahiyənizə diqqət yetirməyiniz, ağır yük qaldırmamağınız tövsiyə olunur. Motivasiyanızı yüksək tutmaq üçün uğurlarınızı kiçik olsa belə qeyd etməyi vərdiş halına gətirin. Hər kəsin rəyini soruşmaq əvəzinə bəzən öz intuisiya və zövqünüzə güvənmək ən doğru yoldur. Yazışmalarda və rəsmi sənədlərdə üslubunuzun nəzakətli olmasına baxmayaraq tələblərinizi qətiyyətlə bildirin. Maddi yatırımlar üçün bazarın nəbzini yoxlamaq, lakin tələsik qərar verməmək strateji üstünlükdür. Evinizdə yaradacağınız kiçik bir dəyişiklik və ya dekorasiya yeniliyi əhvalınıza müsbət təsir edəcək. Özünüzü ifadə edərkən sözlərin arxasında gizlənən mənalara da diqqət yetirin. Qarşılaşdığınız maneələri şəxsiləşdirməyin, onları sadəcə həll olunmalı bir tapşırıq kimi görün.
Sosial çevrənizdəki bəzi insanların paxıllığı ilə üzləşə bilərsiniz, lakin buna gülümsəyərək keçmək ən yaxşı cavabdır. Axşam saatlarını ailə üzvləri ilə səmimi söhbətdə keçirmək bütün günün yorğunluğunu aparacaq. Həyatın harmoniyası sizin daxili hüzurunuzdan başlayır. Odur ki, özünüzü sevməkdən vaz keçməyin. Əqrəb. İntuisiyanızın və analiz qabiliyyətinizin kəskinləşdiyi bir vaxtda gizli qalan məqamları aşkar etmək sizin üçün çox asan olacaq. İş həyatında rəqiblərinizin növbəti addımlarını əvvəlcədən təxmin etmək sizə böyük üstünlük qazandırır. Karyeranızda ciddi dönüş etmək üçün gizli saxladığınız planları həyata keçirməyin vaxtı yaxınlaşır. Maddi vəziyyətinizdəki qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün ciddi bir audit aparmağınız vacibdir. Borc və kredit məsələlərində ehtiyatlı davranmaq, sənədlərin hər bəndini diqqətlə oxumaq lazımdır. Sevgi münasibətlərində ehtiras və qısqanclıq arasındakı o incə cizgini qorumağa çalışın. Partnyorunuza qarşı daha şəffaf olmaq aradakı etibar bariyerlərini tamamilə yox edəcək. Psixoloji olaraq özünüzü transformasiya dövründə hiss edə bilərsiniz, bu isə köhnə vərdişlərdən qurtulmaq üçün əla fürsətdir. Motivasiyanızı artırmaq üçün çətinliklərdən qorxmaq əvəzinə onların üzərinə getmək sizin təbiətinizə daha uyğundur. Sosial əlaqələrdə manipulyasiya cəhdlərinə qarşı ayıq-sayıq olun və öz mövqeyinizi qoruyun. Gözlənilməz bir sirrin açılması bəzi insanlara olan baxış bucağınızı kökündən dəyişə bilər. Sağlamlıq sahəsində reproduktiv sistemə və ümumi enerji balansınıza diqqət yetirməlisiniz. Sirli və mistik mövzulara olan marağınız bugün sizə fərqli bir ilham mənbəyi ola bilər. Uğur əldə etmək üçün hər kəsə güvənmək əvəzinə sınaqdan keçmiş tərəfdaşlarla hərəkət edin. Maddi qazancların artması üçün yeni texnologiyaların imkanlarından yararlanmaq ağıllı bir addım olar. Yaxın çevrənizdəki səmimiyyətsiz insanları ayırt etmək üçün bugün ideal bir zamandır. Başqalarının problemlərini həll edərkən öz prioritetlərinizi unutmayın. Axşam saatlarında meditasiya və ya daxili mühakimə aparmaq ruhunuzu yeniləyəcək. Riskli addımlar atmazdan əvvəl geri çəkilmə planınızın olduğundan əmin olun. Şəxsi inkişafınız üçün mütaliə etmək və ya yeni bir araşdırmaya başlamaq zehninizi itiləyəcək. Səbrli olmağı öyrənmək sizin ən böyük gücünüzdür, çünki vaxt hər şeyi yerinə qoyacaq. Ox atan. Macəra ruhunuzun və öyrənmə həvəsinizin coşduğu bu vaxtda yeni ufuklara açılmaq üçün inanılmaz enerji hiss edəcəksiniz. İş həyatında beynəlxalq əlaqələr və ya uzaq məsafəli layihələr gündeminizin əsasını təşkil edə bilər. Professional sahədə akademik biliklərinizi tətbiq etmək sizə həm nüfuz, həm də maddi artım gətirəcək. Pul məsələlərində həddindən artıq optimist davranmaq bəzən real riskləri görməməyinizə səbəb ola bilər. Xərclərinizi planlaşdırarkən daha rasional və ayaqları yerə basan bir yanaşma sərgiləyin. Münasibətlərdə azadlığınıza olan düşkünlüyünüz partnyorunuz tərəfindən yanlış anlaşıla bilər. Səmimi bir izahat və sevdiyiniz insanı da planlarınıza daxil etmək gərginliyi dərhal aradan qaldırar. Psixoloji olaraq müsbət düşüncə tərzi sizin ən böyük qalxanınızdır, lakin real çətinlikləri də görməzdən gəlməyin. Sosial çevrənizdə fərqli mədəniyyətlərdən olan insanlarla ünsiyyət qurmaq dünya görüşünüzü xeyli genişləndirəcək. Gözlənilməz bir səfər təklifi və ya təhsil imkanı həyatınızın axarını dəyişə bilər. Hüquqi məsələlərdə və ya məhkəmə işləriniz varsa, proseslərin sürətləndiyini müşahidə edəcəksiniz. Sağlamlıq baxımından qaraciyərinizə və çanaq nahiyənizə diqqət yetirməli, həddindən artıq yağlı qidalardan qaçmalısınız. Motivasiyanızı daim yüksək saxlamaq üçün böyük hədəfləri kiçik və icra oluna bilən addımlara bölün. Hər kəsə vədlər verməzdən əvvəl zamanınızı və imkanlarınızı düzgün hesablayın. Maddi sahədə xarici valyuta və ya qlobal bazarlarla bağlı yeniliklər sizin xeyrinizə nəticələnə bilər. Dostlarınızla birlikdə intellektual oyunlarda iştirak etmək və ya bir seminara qatılmaq intellektinizi canlandıracaq. Həyatın fəlsəfəsini anlamağa çalışmaq sizi gündəlik xırda problemlərdən uzaqlaşdıracaq. Qarşılaşdığınız hər bir insanı bir müəllim kimi qəbul edin və onlardan nə öyrənə biləcəyinizə fokuslanın. Axşam saatlarında açıq havada vaxt keçirmək enerjinizi bərpa etmək üçün ən yaxşı vasitədir. Yeniliklərə açıq olun, lakin köklərinizi və hardan gəldiyinizi də unutmayın. İnamınızın sarsılmasına icazə verməyin, çünki şans hər zaman cəsarətlilərin tərəfindədir. Oğlaq. Karyera hədəflərinizə fokuslandığınız bu dövrdə intizamlı iş qrafikiniz hər kəs tərəfindən təqdir olunacaq. Peşəkar həyatınızda məsuliyyətlərin artması sizi qorxutmasın, çünki bu gələcək yüksəlişin carçısıdır.
Rəhbər vəzifəli şəxslərlə görüşlərdə ciddi və təmkinli obrazınız sizə böyük xallar qazandıracaq. Maddi məsələlərdə uzun müddətli investisiya planlarını nəzərdən keçirmək üçün olduqca əlverişli şərait yaranır. Daşınmaz əmlak və ya köhnə borcların tənzimlənməsi ilə bağlı müsbət irəliləyişlər gözlənilir. Sevgi münasibətlərində soyuqqanlı görünə bilərsiniz, lakin daxilinizdəki sadiqlik hissi tərəf müqabiliniz tərəfindən yüksək qiymətləndirilir. Duyğularınızı ifadə edərkən daha yumşaq tonda danışmaq aradakı divarları yıxmağa kömək edəcək. Psixoloji olaraq özünüzü bəzən tənhalığa çəkilmiş hiss etsəniz də, bu strateji düşünmək üçün lazımdır. Motivasiyanızı artırmaq üçün əldə etdiyiniz uğurların siyahısını tutun və özünüzlə fəxr edin. Sosial çevrənizdə nüfuzlu insanların dəstəyini hiss etmək sizə əlavə güvən bəxş edəcək. Gözlənilməz rəsmi xəbər və ya sənəd işi günün ortasında qısa müddətli gərginlik yarada bilər. Sağlamlıq sahəsində diz, oynaq və sümük sisteminə qarşı ehtiyatlı olmalı, həddindən artıq gərginlikdən qaçmalısınız. Zamanın idarə olunması mövzusunda göstərdiyiniz ustalıq sizə hər işə vaxt tapmağa imkan verir. Maddi qazancların artması üçün köhnə üsullardan əl çəkib daha müasir maliyyə alətlərinə üz tutun. Dostlarınızla ciddi mövzularda müzakirələr aparmaq vizyonunuzu genişləndirməyə xidmət edəcək. Kimsənin sizin vaxtınızı mənasız söhbətlərlə oğurlamasına icazə verməyin. Günün ikinci yarısında evdə yarımçıq qalmış təmir və ya nizam işləri ilə məşğul olmaq sizi sakitləşdirəcək. Qarşılaşdığınız çətinlikləri bir imtahan kimi qəbul edərək, onlardan ən maksimum faydanı çıxarmağa çalışın. Səbrinizin qarşılığını tezliklə alacağınıza dair ulduzların işarələri mövcuddur. Axşam saatlarında mütaliə etmək və ya peşəkar kurslara baxmaq zehninizi itiləyəcək. Həyatın hər sahəsində göstərdiyiniz prinsipiallıq sizi zirvəyə daşıyan ən əsas amildir. Dolça. Yaradıcı enerjinizin və qeyri-adi ideyalarınızın parladığı bir vaxtda fərqli layihələrə imza ata bilərsiniz. İş mühitində köhnəlmiş qaydalara qarşı çıxmaq və yeni sistemlər təklif etmək üçün ideal zamandır. Karyeranızda texnoloji yeniliklərdən istifadə etmək sizi rəqiblərinizdən bir addım öndə saxlayacaq. Maddi vəziyyətinizdə gözlənilməz bir artım və ya grant tipli gəlir ehtimalı olduqca yüksəkdir. Pul xərcləyərkən gələcəkdə lazım ola biləcək texniki avadanlıqlara üstünlük verməyiniz daha məqsədə uyğundur. Münasibətlərdə partnyorunuzun sərbəstlik istəyinə hörmətlə yanaşmaq bağlarınızın daha da möhkəmlənməsinə səbəb olar. Romantik hisslərinizi intellektual söhbətlərlə birləşdirmək qarşı tərəfi heyran qoyacaq. Psixoloji olaraq özünüzü çox sərbəst və yeniliklərə açıq hiss etməyiniz daxili inkişafınıza təkan verir. Sosial layihələrdə və ya könüllü fəaliyyətlərdə iştirak etmək ruhunuza böyük bir rahatlıq gətirəcək. Gözlənilməz bir internet problemi və ya rəqəmsal xəta planlarınızda kiçik ləngimələrə səbəb ola bilər. Sağlamlıq baxımından qan dövranına və ayaq nahiyəsindəki damarlara qarşı diqqətli olmağınız lazımdır. Motivasiyanızı yüksək tutmaq üçün hər gün yeni bir məlumat öyrənməyi özünüzə hədəf qoyun. Sosial çevrənizdə fərqli baxış bucağına malik insanlarla fikir mübadiləsi aparmaq sizə yeni ufuqlar açacaq. Maddi risklərdən qaçmaq üçün kriptovalyuta və ya birja kimi sahələrdə daha ehtiyatlı davranın. Ətrafınızdakı insanların konservativ düşüncələrinə qarşı səbirli olun və öz yolunuzdan dönməyin. Günün ortasında alacağınız maraqlı bir təklif bütün planlarınızı daha maraqlı məcraya yönəldə bilər. Şəxsi sərhədlərinizi qorumaqla yanaşı, kollektiv ruhuna da sadiq qalmağa çalışın. Axşam saatlarını gələcək üçün fərqli ssenarilər qurmaq və xəyal gücünüzü inkişaf etdirməklə keçirin. Dostlarınızla onlayn və ya real platformalarda bir araya gəlmək əhvalınızı yüksəldəcək. Uğurunuzun sirri sizin orijinallığınızda və hadisələrə hər kəsdən fərqli baxa bilmənizdədir. Dünyanı dəyişmək istəyinizə sadiq qalın, lakin kiçik addımlarla başlamağın vacibliyini də unutmayın. Balıqlar. İntuisiyanızın bu dərəcə gücləndiyi bir dövrdə ətrafınızdakı insanların əsl niyyətlərini duymaqda çətinlik çəkməyəcəksiniz. İş həyatında yaradıcılıq və xəyal gücü tələb edən sahələrdə böyük uğurlar əldə etmək potensialınız var. Peşəkar fəaliyyətinizdə rəqabətdən çox əməkdaşlığa və yardımlaşmaya önəm verməyiniz sizə hörmət qazandıracaq. Maddi məsələlərdə xeyriyyəçiliklə məşğul olmaq və ya başqasına kömək etmək enerjinizi müsbətə doğru dəyişər. Lakin öz maliyyə təhlükəsizliyinizi də unutmamalı, xərclərdə həddi aşmamalısınız. Sevgi münasibətlərində romantizm və mənəvi dərinlik ön plana çıxır, partnyorunuzla ruhsal bir bağ quracaqsınız.
Tənha olan balıqlar üçün sənət mühitində və ya su kənarında maraqlı bir qarşılaşma baş verə bilər. Psixoloji olaraq özünüzü çox həssas hiss edə bilərsiniz. Odur ki, negativ insanlardan uzaq durmağa çalışın. Motivasiyanızı artırmaq üçün daxili dünyanıza səyahət etmək və meditasiya ilə məşğul olmaq olduqca effektivdir. Sosial əlaqələrdə hər kəsin yükünü öz çiyninizə götürmək vərdişindən uzaqlaşmağınızın vaxtı çatıb. Gözlənilməz bir yuxu və ya bəsirət gözünüzün açılması sizə vacib bir qərar verməkdə kömək edə bilər. Sağlamlıq sahəsində ayaqlarınızın şişkinliyinə və allergiya ehtimallarına qarşı ehtiyatlı olun. Maddi qazanclarınızın artması üçün sənət və ya psixologiya kimi sahələrdəki bacarıqlarınızı pula çevirə bilərsiniz. Sirli və ya gizli qalan məlumatların aşkar olunması bəzi planlarınızı yenidən nəzərdən keçirməyə vadar edəcək. Ətrafdakıların kədərinə çox qapılmamaq üçün özünüzü emosional olaraq qorumağı öyrənin. Günün ikinci yarısında tək qalmaq və yaradıcı işlərlə, rəsm, yazı, musiqi, məşğul olmaq sizə terapiya kimi təsir edəcək. İnsanlara verdiyiniz məsləhətlərin çox vaxt yerini tapması sizin müdrikliyinizdən xəbər verir. Maddi sənədlərdə diqqətsizlik ucbatından yarana biləcək rəqəm səhvlərinə qarşı ayıq olun. Axşam saatlarında dəniz havası almaq və ya sadəcə suyun səsinə qulaq asmaq enerjinizi bərpa edər. Həyatın axarına təslim olun, lakin öz arzularınızın sükanını əldə saxlamağı da unutmayın. Sizin ən böyük gücünüz mərhəmətiniz və sonsuz xəyal qurmaq bacarığınızdır.